Salam şagirdlər, bu dərsimizdə sizlərlə baxarıq mexaniki rəqslər və dalğalar bölməsindən olan riyazi rəqqas mövzusu üzrə məsələlərin izahlarına. Başlayırıq birinci sualda. İpdən asılmış kürəciyin A nöqtəsinə çəkilib sərbəst buraxılandan sonraki hərəkəti necə hərəkət adlanır? Biz bu hərəkətə rəqsi hərəkət demişik. Yəni kürəciyin cismin tarazı nöqtəsi ətrafında təkrarlanan hərəkəti rəqsi hərəkət adlanır. Birinci sualda C variantı. İkinci sual. Rəqs periodu 5 saniyə olan riyazi rəqqasın tezliyini hesablayın. Period və tezlik qarşılıqlı tərs kəmiyyətlərdir. Qarşılıqlı tərs ədədlərinin də hasili həmişə 1-ə bərabərdir. Period əgər 5-dirsə, onda tezlik 5-də 1 olmalıdır. Yəni 0,2 Hz. Cavabımız olmalıdır B variantı. Baxırıq 3-cü suala. X-ən vuraq. Kök altında J bölünsün L ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Bu ifadə bərabərdir. X-ən vuraq. Kök altında J vuraq bölünsün L. Riyazi rəqqasda dövrü tezliyin ifadəsidir. Omega bərabərdir J bölünsün L. Riyazi rəqqasda dövrü tezliyin ifadəsi. Yerinə omeganı yazsaq, X-m omega hasildə bizə sürətin maksimal qiymətini verir. Üçüncü sualda cavabımız D variantı. Dördüncü sual. J bölünsün 4pi kvadrat nü kvadrat ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? Riyazi rəqqasın rəqs tezliyi üçün ifadəmiz nü bərabərdir 1 bölünsün 2pi kök altında J bölünsün L. Burada məsələnin şərtində verilən ifadədə bizdə uzunluq yoxdur, yəni rəqqasın uzunluğu. Burada cavabımız rəqqasın uzunluğu olacaq. İndi bir də düsturdan onu tapaq. Hər tərəfin kvadrata yüksəlsək, olacaq nü kvadrat bərabərdir 1 bölünsün 4 pi kvadratı vuraq J bölünsün L. Buradan L-i tapsaq, L bərabərdir J bölək 4 pi kvadrat nü kvadrat. Cavabımız burada D variantı olmalıdır, rəqqasın uzunluğu. Və ya da vahidləri yerinə qoymaqla tapa bilərik. J bölünsün 4 pi kvadrat nü kvadrat bərabərdir. J sərbəstləşmə təcili, onun vahidi metr bölək saniyənin kvadratı. Məxrəcdə də tezlik var. Tezliyin vahidi 1 bölünsün saniyə, kvadrat olduğu üçün 1 bölünsün saniyənin kvadratı. Buradan saniyə kvadratlar ixtisar getsə, sonda qalan metr, metrdə uzunluğun vahididir. 4-də cavab D variantı. Baxırıq 5-ci sual. Riyazi rəqqas A kənar vəziyyətindən B tarazlıq vəziyyətinə 1 saniyəyə gəlir. Rəqsin periodunu hesablayın. Biz bilirik ki, rəqqas bir period ərzində 4 amplitud qədər məsafə qət edir. İndi A kənar vəziyyətindən B kənar vəziyyətinə 1 amplitud məsafəsində əgər 1 saniyə gəlirsə, onda rəqqasın periodu burada T bərabərdir 4 vuraq 1-dən bərabərdir 4 saniyə eləməlidir. Çünki hər bir tam rəqsdə 4 belə amplitud məsafəsi var. Və rəqsin periodu olmalıdır 4 saniyə B variantı. 6-cı sual. Riyazi rəqqasın rəqs tezliyi hansı ifadə ilə təyin olunur? Nü bərabərdir 1 bölünsün 2 pi kök altında J bölünsün L. Rəqs tezliyinin düsturu. 6-da A variantı olmalıydı. Bu da 7-ci sualda 6-nı tərs şərtliyini qoyub burada. 7-də 1 bölünsün 2 pi kök altında J bölünsün L ifadəsinin hansı fiziki kəmiyyət təyin olunur? Yəni də rəqsin tezliyi. C variantı. 8-ci sual. Riyazi rəqqasın rəqs tezliyini təyin etmək üçün istifadə olunur hansı cihazdan? Düsturdan görürük. Rəqs tezliyinin ifadəsi 1 bölünsün 2 pi kök altında J bölünsün L. Burada J qəlpə sahəsinin intensivliyi, bu sabit bir kəmiyyətdir, qiyməti var. Bir də məhsul olunan kəmiyyət bizdə L-dir, uzunluq. Onu da təyin etmək üçün bizə nə lazımdır? Xəttkeş. Ona görə 8-ci sualda cavabımız D variantı olmalıdır. Riyazi rəqqasın rəqs periodunu təyin etmək üçün riyazi rəqqasın rəqs period düsturu bizdə necə idi? T bərabərdir 2 pi kök altında L bölünsün J. Rəqs periodu da asılıdır rəqqasın uzunluğundan və sərbəst düşmə təcilindən. İndi rəqqasın uzunluğunu təyin etmək üçün də bizə lazımdır xəttkeş. Ona görə 9-cu cavabda C variantı. 10-cu sual. Hansı qrafik riyazi rəqqasın sərbəst rəqslərinin periodunun onun kütləsindən asıldığına uyğundur? Riyazi rəqqasın rəqs periodu rəqqasın uzunluğundan və qravitasiya sahəsinin intensivliyindən, yəni sərbəstləşmə təcilindən asılıdır. Ondan asılmış yükün kütləsindən asılı deyil. Yəni 10-cu sualda cavabımız D variantı olmalıdır.
Baxırıq 11 nömrəli suala. Hansı qrafik riyazi rəqqasın sərbəst rəqslərinin periodunun onun uzunluğundan asıllığını ifadə edir? Dostuna gördüyümüz kimi biz riyazi rəqqasın rəqs periyodu rəqqasın ipinin uzunluğundan kökaltı düz mütənasib asılıdır. 11-də cavabımız olmalıdır D variantı. 12-ci sual. Riyazi rəqqasın rəqs periodunun zamandan asıllıq qrafiki. Riyazi rəqqasın nə rəqs periyodu, nə rəqs tezliyi heç biri zamandan asılı deyil. Zamana görə dəyişmir bu kəmiyyətlər. 12-də cavab E variantı olmalıdır. 13-cü sualda hansı qrafik riyazi rəqqasın sərbəst rəqslərinin periodunun rəqsin amplitudundan asıllığını ifadə edir? Yəni riyazi rəqqasın nə tezliyi, nə periyodu heç biri rəqsin amplitudundan da asılı deyil. 13-cü sualda da cavab B variantı olmalıdır. Hətta yaylı rəqqasda da period və tezlik amplituddan və zamandan asılı olmayan kəmiyyətlərdir bunlar. 14-cü sual. Riyazi rəqqas şaquli aşağı yönəlmiş A təcili ilə hərəkət etdikdə rəqsin periodu hansı ifadə ilə təyin olunur? Rəqqasın asılma nöqtəsinin təcili ilə yuxarı və yaxud da aşağı hərəkətində rəqsin periodu və ya da tezliyi dəyişə bilər. Buna uyğun düsturlarımız rəqsin periodu T bərabərdir 2pi kök altında L bölünsün. Əgər asılma nöqtəsi yuxarı təcili ilə hərəkət edirsə, onda J plus A, yox aşağı təcili ilə hərəkətdə olarsa, onda L bölünsün J çıx A ifadəsini təyin olunur. İndi bizə deyir ki, aşağı yönəlmiş A təcilindən, onda L bölünsün J çıx A ifadəsini seçməliyik biz. Yəni 14-də cavabımız Y variantı olmalıdır. 15-ci sualda 4pi kvadrat n kvadrat L bölünsün T kvadrat ifadəsi ilə hansı fiziki kəmiyyət təyin olunur? 4pi kvadrat n kvadrat L bölünsün T kvadrat ifadəsi ilə. Yəni vahidləri yerinə qoymaqla mən işləməyə çalışsam bu sualı. Pi kvadratı vahidi yoxdur, n rəqslərin sayıdır, vahidi yoxdur, L uzunluqdur, vahidi metr, T də zamandır, vahidi saniyə kvadrat olduğu üçün saniyənin kvadratı. Metr bölünsün saniyənin kvadratı, bu da bizdə qravitasiya sahəsinin intensivliyinin vahididir, J-nin vahidi. Ona görə cavabımız olacaq B variantı, yəni sərbəst düşmə təcili. Sonra 16 nömrəli sual. 16 nömrəli sualda T kvadrat J bölək 4pi kvadratı n kvadratı. Yenə də aşağı məxrəcdə olan kəmiyyətlərdən heç birinin vahidi yoxdur. Sürətdə zaman var. Saniyədir vahidi kvadrat olduğu üçün saniyənin kvadratı vuraq. Sərbəst düşmə təcili onda vahidi metr bölünsün saniyənin kvadratı. Saniyə kvadratları ixtisar getsə metr qalır. Bu da rəqqasın uzunluğu, yəni C variantı. Dusturunda yazıb hesab edə bilərdik bunu. Məsələn, period dusturundan T bərabər 2pi kök altında L bölünsün J-ni nəzərə alsaq, periodun yerinə öz dusturunu T bölünsün N bərabərdir 2pi kök altında L bölünsün J. Hər tərəfi kvadrata yüksəlsək, T kvadrat bölək N kvadrat bərabərdir 4pi kvadrat L bölünsün J. İndi buradan da mən L-i tapmaq istəsək, L bərabərdir, olacaq J T kvadrat bölünsün 4pi kvadratı n kvadratı. Yəni eyni nəticəyə gəlmiş oluruq. Sadəcə vahidləri yerinə qoymaqla vaxt etibarından daha tez işləyə bilirik deyənə bu usul daha əlverişlidir. 17-ci sual. Rəqs edən maddi nöqtənin potensial enerjisi. Riyazi rəqqas rəqs etdiyi müddətdə yük yəni nöqtədən nöqtəyə keçdikcə yerdən olan məsafəsi artıb azaldığı üçün, yəni dəyişdiyi üçün potensial enerjisi də burada hər an dəyişir. İndi məsələn birinci nöqtədə potensial enerjisi ən böyük olacaq çünki yerdən maksimum hündürlükdədir. Üçüncü nöqtədə potensial ən kiçik olacaq çünki yerə daha yaxındır. İndi cavabımız da burada Y variantı olacaqdır. Üçüncü nöqtədə ən kiçikdir potensial enerjisi. Çünki yerə ən yaxındır. 17-də cavab Y variantı olmalıdır. 18-ci sual. Rəqs edən maddi nöqtənin kinetik enerjisi hansı nöqtədə sıfıra bərabərdir? Kinetik enerji sıfır olması üçün sürət sıfır olmalıdır. Sürət də harada sıfır olurdu? Kənar nöqtələrdə. Kənar nöqtədə bizdə 1 nöqtəsidir. Yəni digər nöqtə nömrələnməyib deyənə orada seçə bilmərik. Cavabımız 1. 19-cu sual. Riyazi rəqqas harmonik rəqs edir. Rəqqas tarazlıq vəziyyətini keçən an onun sürəti maksimum olur.
Sürəti maksimum olursa, deməli kinetik enerjisi, impulsu da maksimum olacaq. Baxırıq. Potensial enerjisi minimal qiymət alır. Bu doğrudur. Tarazı fəaliyyətini keçən an yerə ən yaxın olur deyəndə potensial enerjisi minimal qiymət alır. Bu doğrudur. Elə cavabımız da 19-da A variantı olacaq. Digərlərinə baxaq. Kinetik enerjisi minimal qiymət alır. Xeyr, sürət maksimum olduğu üçün kinetik enerjisi maksimum olur. Bu səhvdir. Potensial enerjisi maksimal qiymət alır. Xeyr, potensial enerji yerə cisim daha yaxın olduğu üçün potensialı ən kiçik olacaq. Ona görə bu da səhvdir. Potensial enerjisi kinetik enerjisinə bərabərdir. Xeyr, burada cismin kinetik enerjisi tarazı nöqtəsindən keçən anda yerə daha yaxın olduğu üçün kinetik enerjisi maksimumdur, amma potensial enerjisi minimum qiymətini alır. Bərabər olmayacaq. İmpulsu da minimal yox, maksimal qiymət olmalıdır. Çünki sürəti maksimumdur həmin nöqtədə, tarazlıqda. 19-da A variantı. 20-ci sual. Rəqs edən maddi nöqtənin potensial enerjisi hansı nöqtədə ən böyükdür? Potensial enerjinin ən böyük olması üçün cisim yerdən maksimum uzaqlaşmalıdır. O da hansı nöqtəyə uyğundur? 4 nöqtəsinə uyğundur. Ona görə 20-də cavabımız Y variantı. 21-ci sual. Rəqs edən maddi nöqtənin kinetik enerjisi bir nöqtəsində ən kiçik olar. Çünki bir nöqtəsi kənar nöqtədir. Sürət 0 olduğu üçün kinetik enerji də 0-a bərabər olacaq bir nöqtəsində. 3 nöqtəsi tarazı nöqtəsi olduğu üçün orada kinetik enerji maksimum olacaq. Çünki həmin nöqtədə kinetik enerjinin qiyməti, sürətin qiyməti daha böyükdür. Deməli 3 nöqtəsində ən böyükdür. Elə cavabımız A variantı olacaq. 22-ci suala baxırıq. Şəkildə təsvir edilmiş F qüvvəsi hansı qüvvədir? F qüvvəsi ip boyunca yuxarı yönələn qüvvədir. Bu ipdəki gərilmə qüvvəsi olacaq. İpin gərilmə qüvvəsi. 22-də D variantı. Sonra aşağı istiqamətdə göstərilən qüvvə bu ağırlıq qüvvəsidir. Bu istiqamət tarazının nöqtəsinə doğru göstərilən qüvvə isə ipdəki gərilmə qüvvəsi ilə yükün ağırlıq qüvvəsinin əvəzləyicisi. Yəni bizə sual olunsa ki, burada riyazi rəqqası tarazının nöqtəsi ətrafında rəqs etdirən qüvvə hansı qüvvədir? Deyəcək ki, ipdəki gərilmə qüvvəsindən yükün ağırlıq qüvvəsinin əvəzləyicisi. Həmişə tarazının nöqtəsinə doğru yönəlir. 23 nömrəli sual. Riyazi rəqqas 1 və 3 vəziyyətləri arasında sönməyən rəqslər edir. Trayektoriyanın hansı nöqtəsində və ya nöqtələrində cismin sürəti 0-a bərabərdir? Sürətin 0-a bərabər olması üçün cisim kənar nöqtələrdə olmalıdır. Kənar nöqtələr də 1 və 3 nöqtələridir. 23-də cavabımız Y variantı. 24-cü sual. Riyazi rəqqasın rəqslərinin sayını zamandan asılı qrafiki verilmişdir. Nöqtələrə uyğun rəqs tezlikləri üçün hansı münasibət doğrudur? N-in T-dən asıldığını verib, bizə rəqs tezliklərinin müqayisəsini istəyir. Tezlik düsturu bizdən N bərabərdir, M bölünsün T idi. Buradan N-i tapsaq əgər, M bərabərdir, olacaq N-T. İndi N-in T-dən düz mütənasib asıllığı o vaxt mümkündür ki, tezlik sabit qalmalıdır. Bütün nöqtələrdə tezliyin qiyməti eynidir. Yəni cavabımız olmalıdır 24-də B variantı. 25-ci sual. Riyazi rəqqasın asılma nöqtəsi şaqırı yuxarı yönəlmiş A bərabərdir 3C təcili ilə hərəkət etməyə başlayarsa, onun rəqs tezliyi. Riyazi rəqqasda tezlik ifadəsi necə idi? Bizdə N bərabərdir 1 bölünsün 2pi kök altında J bölək L. Kök altında J bölək L. İndi bizdə rəqqasın asılma nöqtəsi təcillə hərəkət etməyə başlasa, onun rəqs tezliyi necə dəyişər? İndi baxırıq, onda bu birinci halda, ikinci hal üçün yazsaq, N 2 bərabərdir 1 bölünsün 2pi kök altında. Məsələ şərtində A bərabərdir 3C təcilindən yuxarıya doğru yönəlib. Yuxarıya doğru qalxırsa, onda J plus A olmalıdır. Təcilin qiyməti A bərabərdir 3C'dir. J plus A-dan eləyəcək 4C bölünsün L. 4C bölünsün L. İndi buradan N2 bərabərdir. 4-dən kök 2 çıxarsaq, 2-ni yazıram qabaqda, vuraq 1 bölünsün 2pi kök altında J bölək L. Bu nisbət, bu ifadə bizdə birinci halda tezliyin qiymətinə bərabərdir. Nəzərə alsaq, yerinə qoysaq, N2 bərabərdir 2 dənə N1. Yəni tezlik 2 dəfə artar. Cavabımız olmalıdır 25-də B variantı. Baxırıq 26 nömrəli sual. Riyazi rəqqasın rəqs periodu 4 saniyədir. Hansı məcbur edici qüvvənin təsiri ilə rezonans hadisəsi baş verir? Rezonans hadisəsinin baş verməsi üçün sistemin məxsusi rəqslərinin periodu və yaxud da tezliyi, yəni sistemin öz enerji hesabına yaratdığı period və tezliyi periodik olaraq dəyişən xarici qüvvənin periodu və tezliyinə bərabər olmalıdır ki, rezonans hadisəsi baş versin. İndi qüvvə tənliyi bizdə necə idi? F bərabərdir, F maksimum, vuraq kosinus və yaxud da sinus omega t. İndi bizdə variantlarda kosinusdan deyənə, mən də kosinus omega t ilə yazırıq. İndi
sistemin rəqs periodunu bizə 4 saniyə verib. Onda xarici periodik dəyişən qüvvənin yaratdığı məcbur rəqslərin periodu o da 4 saniyə olmalıdır. Periodu 4 saniyədirsə, onda omega bərabərdir 2 pi bölək t-yə görə məcbur edici qüvvənin dövrü tezliyi olacaq 2 pi bölünsün 4, pi bölünsün 2. Omeganı tapdıq, pi bölünsün 2. Onda variantlarda axtarırıq görə hansında omeganın qiyməti, yəni burada qüvvənin maksimal qiyməti bizə verilmir. Yəni biz ancaq burada omeganın qiymətinə görə təyin eləməliyik. Omega da bizdə pi bölünsün 2, yəni 0,5 pidir. O da baxırıq, doğru cavab B variantı. Yəni omega ancaq 0,5 pi B variantındadır, amma digərlərində hamısında fərqlidir. 26-da cavab olmalıdır B variantı. 27-ci sual. Hansı qrafik riyazi rəqqasın təcilinin maksimal qiymətinin rəqsin periodundan asılı qrafikini ifadə edir? Təcilin maksimal qiyməti üçün A bərabərdir, hətta rəqsin amplitudunu da bizə sabit verir. Təcilin maksimalı bərabərdir 4 pi kvadrat xm bölək t kvadratı. İndi amplitud məsafəsi sabitsə, onda təcilin maksimalı periodun kvadratından tərs tutan asıdır. Ona görə cavabımız olmalıdır 27-də Y variantı. 28-ci sual. Riyazi rəqqasın təcilinin maksimal qiymətini rəqsin tezliyindən asılı qrafiki. Bu düsturun tezliklə olan ifadəsini yazsaq, təcilin maksimalı bərabərdir 4 pi kvadrat nu kvadrat xm. Yəni amplitud məsafə sabit, onda təcilin maksimalı tezliyin kvadratından düz mütənasib asılıdır. Yəni 28-də cavabımız D variantı. 29 nömrəli sual. Riyazi rəqqasın periodu asılma nöqtəsinin yer səthindən olan hündürlüyündən necə asılıdır? Dusturu göstərək ilk öncə. Riyazi rəqqasın rəqs periodu t bərabərdir 2 pi kök altında L bölək J. L bölünsün J. Riyazi rəqqasın rəqs periodu nədən asılıdır burada? Sərbəstmə təcilindən. Sərbəstmə təcildə bilirik ki, cismin yer səthindən olan məsafəsindən asıllığı var. Yəni cisim yerdən uzaqlaşdıqca sərbəstmə təcilinin qiyməti azalır. İfadəmiz necə idi? Bizim J bərabərdir J M bölək L üstə H bağlı kvadratı. Gətirib J-nin bu ifadəsini period düsturunda nəzərə alsaq, onda alırıq 2 pi kök altında L bölək J-nin yerinə yazırıq J M bölünsün L üstə H-ın kvadratı. L üstə H-ın kvadratı. Bax, belə bir ifadə. Bu da bərabərdir. Onda period düsturu bizdə belə alınacaq. L plus H-ın kvadratı tərsinə çevrilib sürətə çıxacaq. Onda kökün altından çıxarsaq, yekun olaraq period düsturu bu şəkildə qalacaq. T bərabərdir 2 pi L üstə H çıxdı kökün altından. Kökün altında qalacaq L bölünsün JM. L bölünsün JM. Buradan görürük ki, riyazi rəqqasın rəqs periodu rəqqasın asılma nöqtəsinin yerdən olan hündürlüyündən xətti asıllığı var. Yəni bu nə deməkdir? Rəqqasın asılma nöqtəsi yerdən uzaqlaşdıqca riyazi rəqqasın rəqs periodu məsafədən xətti asılı olaraq artacaq. Məsafədən xətti asılı olaraq artacaq. Period düsturu yuxarıdakı kimi qrafikdə bu şəkildə olmalıdır. Tezliyin asıllığı lazım olsa, onda tezlik düsturu periodun tərsi olacaq da, olacaq 1 bölək 2 pi kök altında R üstə H, yox, özür istəyirəm, mötərizədə R üstə gəl H, vuraq, kökün altında J bölünsün L. J bölünsün L. Buradan tezlik məsafədən tərs asılı qaldı. Yəni yer səthində olanda tezliyin qiyməti maksimum olacaq, amma məsafə artdıqca tezliyin qiyməti azalacaq. Qrafikimiz bu şəkildə olmalıdır. Hiperbola tərs asıllıq. İndi bizdə riyazi rəqqasın periodu asılma nöqtəsinin yer səthindən olan hündürlüyündən necə asılıdır? Xətti düz asılı olduğu üçün hündürlük artdıqca period da artacaq. Hündürlüyün artması ilə artır. Yəni 29-da cavabımız olmalıydı A variantı. 30 nömrəli sual. Riyazi rəqqasın tezliyi yer səthindən olan hündürlükdən necə asılıdır? Dedi ki, tezlik yer səthindən olan hündürlükdən tərs asılıdır. Yəni hündürlük artdıqca tezliyin qiyməti azalmalıdır. Hündürlüyün artmasından azalır. 30-da cavabımız C variantı. Sonra baxırıq 31 nömrəli suala. Cisim A və B nöqtələri arasında rəqsi hərəkət edir. Hansı fiziki kəmiyyətin qiyməti A və B nöqtələrində sıfıra bərabər olar deyir. A və B nöqtələri kənar nöqtələrdir. Kənar nöqtələrində də sıfıra bərabər olan kəmiyyətlər hansı idi? Sürət, impuls, kinetik enerji, bax bunların qiymətləri sıfıra bərabərdir. Cavabımız olmalıdır 31-də A variantı.
32 nömrəli sual. Riyazi rəqqas sərbəst rəqslər edir. Rəqqasın tarazlıq vəziyyətindən kənara doğru hərəkəti necə hərəkətdir? Tarazlıq vəziyyətindən kənara doğru hərəkəti. Kənara doğru gedirsə sürət azalır, amma təcil artır. Yəni artan təcilli, yavaşlayan hərəkət olmalıdır. 32-də cavabımız D variantı. 33 nömrəli sual. Riyazi rəqqas sərbəst rəqslər edir. Rəqqasın tarazlıq vəziyyətinə doğru hərəkəti. Tarazlıq vəziyyətinə doğru gəlirsə, sürət artır, amma təcil azalmalıdır. Azalan təcillə yeyinləşən. Yəni 33-də cavabımız C variantı olmalıdır. 34-cü sual. Riyazi rəqqasın sərbəst rəqsləri zamanı rəqs edən maddi nöqtənin impulsunun sıfıra bərabər olduğu anda. İmpulsu sıfıra bərabərsə, demək ki, sürət sıfıra bərabərdir. İmpulsun sıfıra bərabər olduğu anda kəmiyyətlərdən hansının qiyməti maksimum olar deyir. Sürət sıfıra bərabər olduğu anda, yəni rəqqas tarazlıq nöqtəsində yox, kənar nöqtələrində olduğu anda təcilin qiyməti maksimum olacaq. Təcil maksimumsa qüvvə də maksimum olacaq. İndi bizə də deyir ki, impuls sıfıra bərabər olanda maksimum olan hansıdır? Təcil. Qüvvə yoxdur, yəni seçə bilmirik. Sürətin qiyməti sıfırdır, bir də potensial enerji. Hər ikisinin qiyməti maksimum olacaq. Çünki riyazi rəqqasda kənar nöqtədə cisim yerdən maksimum uzaqlaşır, yəni potensial enerjisi də maksimum olacaq. 34-də cavabımız 2-3, yəni C variantı olmalıdır. 35-ci sual. Riyazi rəqqasın sərbəst rəqsləri zamanı rəqs edən maddi nöqtənin impulsu maksimum olan anda. İmpulsun maksimum olması, sürətin maksimum olması deməkdir. Yəni cisim tarazlıq nöqtəsindən keçir. Hansı kəmiyyət sıfıra bərabər olar? Tarazlıq nöqtəsindən keçən anda təcilin qiyməti sıfıra bərabərdir. Ona görə 35-də cavabımız Y variantı olmalıdır. Baxırıq 36 nömrəli suala. Riyazi rəqqasların rəqs tezlikləri arasında hansı münasibət doğrudur? Rəqqasın rəqs tezliyi hansı ifadə ilə təyin olunurdur? Nü bərabərdir 1/2pi kök altında J bölünsün L. Kök altında J bölünsün L. Sudan görürük ki, rəqqasın rəqs tezliyi rəqqasın uzunluğundan kök altı tərs mütənasib asılıdır. Rəqqasın uzunluğundan kök altı tərs mütənasib asılıdır və riyazi rəqqasın nə periodu, nə tezliyi heç biri rəqqasdan asılmış yükün kütləsindən asılı deyil. İndi bizdə məsələdə kütlələrin qiymətlərini fərqli göstərib deyən, amma onlardan asılı deyil. Yəni biz kütləni nəzərə almayacaq burada. Uzunluqdan tərs asılıdır. İndi diqqət edərsək, birinci və üçüncü riyazi rəqqaslarda iplərin uzunluqları bərabər olduğu üçün demək ki, birinci riyazi rəqqasın tezliyi ikincinin tezliyinə, daha doğrusu üçüncünün tezliyinə bərabər olacaq və ikinci rəqqasın ipi onlardan kiçikdir. Uzunluq kiçikdirsə, deməli tezlik daha böyükdür. Yəni nü1 bərabərdir nü3, kiçikdir nü2. Cavabımız bu şəkildə olmalıdır. 36-da A variantı. Sonra baxırıq 37 nömrəli suala. Riyazi rəqqasların rəqs periodları arasında hansı münasibət doğrudur? Riyazi rəqqasın rəqs periodu Huygens dusturu T bərabərdir 2pi kök altında L bölünsün J ifadəsinə təyin olunur. Rəqs periodu rəqqasın uzunluğundan kök altı düz mütənasib asılıdır. İndi şəkil üzərində nə görürük? Birinci və üçüncü rəqqaslarda uzunluqlar bərabərdir. Demək ki, birincinin periodu üçüncünün perioduna bərabərdir və ikinci rəqqasın uzunluğu digərlərindən daha çox olduğu üçün deməli ikinci rəqqasda period daha böyükdür. Deməli T1 bərabərdir T3, kiçikdir T2-dən. Cavabımız bu şəkildə olmalıdır. 1 bərabərdir 3, kiçikdir 2-dən. Yəni 37-də cavabımız C variantı olmalıdır. 39 nömrəli sual. Riyazi rəqqas 1 və 3 kənar vəziyyətləri arasında rəqs edir. Hansı vəziyyətdə və yaxud vəziyyətlərdə yükün sürəti sıfıra bərabərdir? Yükün sürətinin sıfıra bərabər olması üçün rəqqas ən kənar vəziyyətdə olmalıdır. Yəni 1 və 3 vəziyyətlərində. 38-də cavab D variantı. 39-cu sual. İpdən asılmış cisim A nöqtəsi ətrafında harmonik rəqsləri icra edir. Trayektoriyanın A-B hissəsində cisim necə hərəkət edir? A-B hissəsində və oxun istiqamətindən başa düşməliyik ki, cisim tarazlıq nöqtəsindən kənara doğru gedir. Tarazlıq nöqtəsindən kənara doğru gedirsə, demək təcil artır, sürət azalır. Artan təcilli yavaşlayan hərəkət olmalıdır. Artan təcillə yavaşlayan hərəkət. Yəni 39-da Y variantı. 40 nömrəli sual. İpdən asılmış cisim B nöqtəsi ətrafında harmonik rəqs edir. Trayektoriyanın AB hissəsində cisim necə hərəkət edir? A-dan B-yə doğru, yəni kənar vəziyyətdən tarazlıq vəziyyətinə doğru gəlir. Sürət artır, təcil azalır. Ona görə azalan təcillə yeyinləşən hərəkət, yəni Y variantı olmalıdır.
41 nömrəli sual. Verilmiş riyazi rəqqasda rəqsin amplitudunu artırdıqda rəqslərin tezliyi və tam enerjisi necə dəyişir? Tezlik və period amplituddan asılı deyil. Ona görə tezlik dəyişməz. Rəqsin tam enerjisi isə kinetik enerjinin maksimal qiymətinə görə tam enerjinin ifadəsini yazsaq, biz bilirik ki, kinetik enerjinin maksimalı tam enerjiyə bərabərdir. Bu da bərabərdir mv maksimal kvadrat bölünsün 2. İndi sürətin maksimal qiymətinin tezlikdən asılı olan ifadəsi bizdə var idi. 2 pi nu xm. 2 pi nu xm. İndi sürətin maksimalının bu ifadəsini gətirib kinetik enerjinin düsturunda nəzərə alsaq, onda alırıq. M vuraq, v-ni yerinə 2 pi nu xm yazıb kvadrata yüksəldirik. 4 pi kvadrat, nu kvadrat, x m'in kvadratı bölə 2. Buradan görürük ki, tam enerji tezliyin kvadratından düz mütənasib asılıdır. Həm də amplitudun kvadratından düz mütənasib asılıdır. İndi bizdə tezlik dəyişmədi, amma amplitudunu məsələn şərtinə görə artırırıqsa, deməli tam mexaniki enerji də burada artacaq. Tezlik dəyişməz, tam mexaniki enerji artar. Yəni 41-də cavabımız olmalıdır C variantı. 42 nömrəli sual. Riyazi rəqqasın kütləsini 9 dəfə artıranda rəqsin periodu dəyişməz. Rəqsin periodu 2 pi kök altında L bölünsün J. İpin uzunluğundan və sərbəstləşmə təcilindən asılıdır. Kütlədən asılı deyil. 43 nömrəli sual. Riyazi rəqqasın uzunluğunu 9 dəfə artıranda rəqs periodu 3 dəfə artacaq. Çünki period düsturumuz 2 pi kök altında L bölünsün J. Kök altı düz asılıdır. Uzunluq 3 dəfə artırsa period Uzunluq 9 dəfə artırsa period 3 dəfə artmalıdır. Yəni 43-cü sualda cavab C variantı. 44 nömrəli sual. Harmonik rəqs edən riyazi rəqqasın A, B və BC hissələrindəki hərəkətinə uyğun bəndləri Venn diaqramında göstərir. A-dan B-yə hərəkət kənardan tarazlıq nöqtəsinə doğru gəlir, B-dən C-yə hərəkət isə tarazlıqdan kənar nöqtəyə doğru gedir. Baxırıq. Cismin impulsunun modulu artır. Impulsun artması üçün sürət artmalıdır. Sürət artırsa demək cisim tarazlığa doğru gəlir. Bu A, B hissəsinə aiddir. 1. A-B aiddir. 2. Sistemin potensial enerjisi artır. Potensial enerjinin artması üçün cisim yerdən uzaqlaşmalıdır. Bunun üçün də cisim tarazlıq vəziyyətindən keçib kənara doğru getməlidir. Bu da B-C hissəsinə aiddir. 2. B-C-yə aiddir. 3. Cismin təcili tarazlıq vəziyyətinə doğru yönəlmişdir. Cismin təcili tarazlıq vəziyyətinə doğru yönəlmişdir. Hər iki halda təcilin istiqaməti tarazlıq vəziyyətinə doğru yönəlir. Çünki əvəzləyici qüvvə həmişə tarazlıq vəziyyətinə doğru yönəlir. Qüvvə də həmişə təcil istiqamətinə yönəlir. Ona görə 3 oxşar olmalıdır. Ortada 3. Sonra cismin təcili modulu azalır. Təcili modulu azalırsa cisim tarazlığa doğru gəlir. Cisim tarazlığa doğru gəlir. Bu 4 A-B-yə aiddir. Və 5-ci, cisim bir tam rəqs ərzində getdiyi yolun 4də 1-in hissəsini gedir. Hər bir halda da, yəni həm A-B hissəsi, həm B-C hissəsi ayrı-ayrılıqda cismin getdiyi yolun 4də 1 hissəsinə bərabərdir də. Ona görə 5 də ortada olmalıdır. Cavabımız 1, 4, 2 və 3, 5. Yəni 44-cü sualda A variantı olmalıydı cavabımız. Baxırıq 45 nömrəli suala. Harmonik rəqs edən riyazi rəqqasın AB və BC hissələrində uyğun Venn diaqramı. Yenə də AB hissəsində cisim tarazlıq nöqtəsinə doğru gəlir, BC hissəsində isə tarazlıqdan kənara doğru gedir. Cismin yerə nəzərən potensial enerjisi artır. Potensial enerjinin artması üçün cisim yerdən uzaqlaşmalıdır, yəni kənara doğru getməlidir. Bu aiddir BC hissəsinə. Sonra cisim yerə nəzərən potensial enerjisi azalır. Yəni cisim yerə yaxınlaşmalıdır, tarazlığa doğru gəlməlidir. Bu aiddir AB hissəsinə. Sonra təsir edən əvəzləyici qüvvə tarazlıq vəziyyətinə doğru yönəlmişdir hər iki halda. Və təsir edən əvəzləyici qüvvənin modulu artır. Qüvvənin modulunun artması təcilin modulu artması deməkdir. Təcilin artması üçün cisim tarazlıqdan keçməlidir, uzaqlaşmalıdır. Bu da aiddir B-C hissəsinə. 4-də bura. Deməli cavabımız 2, 1, 4, 3. 2, 1, 4, 3, yəni A variantı olmalıdır 45-ci sualda. 46-cı sual. Açar sözlərimiz bunlar. Mətni tamamlamaq lazımdır. İndi baxaq. Riyazi rəqqasın harmonik rəqslərinin tezliyi yalnız onun uzunluğundan asılıdır. Deməli, burada 2 olmalıdır. Kütləsindən və rəqs amplitudundan asılı deyil olacaq. 1 olmalıdır burada.
Sonra, əgər riyazi rəqqasın harmoni rəqslərinin amplitudunu azaltsaq, sürətin amplitud qiyməti də azallar olmalıdır. Azallar, yəni 4. Sonra, rəqs tezliyi isə dəyişməz. Çünki rəqs tezliyi amplitud məsafədən asılı deyil. Dəyişməz hansıdır? 3. Rəqs tezliyi isə dəyişməz. Sonra, riyazi rəqqas azalan təcillə yeyinləşən. Azalan təcillə yeyinləşən desə, yəni tarazlığa doğru gəlir. Tarazlığa doğru. Tarazlıq vəziyyətinə doğru. 5. Sonra, artan təcillə yavaşlayan desə, yəni kənara doğru gedir. Tarazlıq vəziyyətindən kənara doğru gedir. Burada da 6. Deməli, 2, 1, 3, 4, 5, 6. 2, 1, 3, 4, 5, 6. 2, 1, yox daha doğrusu 2, 1, 4, 3, 5, 6. 2, 1, 4, 3, 5, 6 A variantı. 46-cı sualda cavabımız olmalıdır A variantı. 47-ci sual. Liftin tavanından asılmış riyazi və yaylı rəqqasların rəqs periodları uyğun olaraq T1 və T2-dir. Lift yuxarı yönəlmiş A təcilindən hərəkət edərsə, rəqqasların periodları üçün hansı ifadələr, yəni necə dəyişəcək, onları tapmalıyıq. Bilirik ki, riyazi rəqqasın periodu, birinci riyazi rəqqasdır, T1 bərabərdir 2pi kök altında L bölünsün. Əgər rəqqasın asılma nöqtəsi yerdən yuxarı doğru A təcilindən qalxırsa, bizdə də yuxarı yönəlmiş A təcilidir, onda düsturumuz J plus A olacaq. İkinci yaylı rəqqasdır. Yaylı rəqqasın periyod düsturu 2pi kök altında M bölünsün K. Yaylı rəqqasın nə periodu, nə tezliyi təcildən asılı deyil. Ona görə yaylı rəqqasın periodu dəyişməz. Amma riyazi rəqqasın rəqs periodu yuxarı doğru A təcilindən qalxanda J plus A. Məxrəc artdığı üçün riyazi rəqqasın periodu azalmalıdır. Deməli, T1 azalar, T2 dəyişməz. Azalar dəyişməz. 47-də cavabımız Y variantı olmalıdır. 48-ci sual. Riyazi rəqqasın rəqs periodu 1 saniyədir. Rəqqasın uzunluğunu 36% qısaltdıqda onun rəqs periodu nə qədər olur? Əvvəlcə rəqs periodu nə qədər olub? 1 saniyə olub. Sual ondur ki, rəqqasın uzunluğunu 36% qısaltdıqda. Uzanmanın 36% qısalması neçə dəfə qısalma deməkdir? Məsələn, rəqqasın uzunluğuna L desəm, onu 36% qısaltmaq, yəni L çıxaq, L-in 36%. L vuraq 36 bölək 100. 0,36 çıxanda qaldı 0,64 L. 0,64 L. Yəni əvvəl uzunluğu L idi, sonra oldu 0,64 L. İndi periyod düsturunda qeydə alsaq, T bərabərdir 2pi kök altında L bölünsün J. Periyod L-dən necə asılıdır? Kök altı düz asılıdır. Yazırıq T1-in T2 olan nisbəti bərabərdir kök altında L1 bölünsün L2. Birinci halda periyodumuz 1 olub, bərabər bölünsün. İkinci halda periyodu bilmirik, tapmalıyıq. Bərabərdir. Kök altında L1-ə birinci halda L dedik. 36% qısaltdıqdan sonra qaldı 0,64 L. L-lər ixtisar getdi. Qalacaq 1 bölünsün T2 bərabərdir. L-ləri ixtisar aparsaq, kökdə alsaq 1 bölünsün 0,8. Yəni buradan alırıq ki, ikinci halda T2 bərabərdir 0,8 olmalıdır. Yəni cavabımız 48-də B variantı. Baxırıq 49 nömrəli suala. Hansı qrafik riyazi rəqqasın sərbəst rəqslərinin tezliyini yer səthindən olan hündürlüyünü ifadə edir? Bayaqları tezlik düsturunu burada çıxartdıq. Qrafikdəki nüyünün h-dan asılı qrafiki hiperbola bu şəkildə olmalıdır. Yəni 49-da cavabımız C variantı. Sonra baxırıq 50 nömrəli suala. Riyazi rəqqasın rəqs periyodunun yer səthindən olan hündürlükdən asılı qrafiki, onu da qrafikini də görürük buradan. Rəqs periyodunun hündürlükdən asılı qrafiki xətti düz mütənasib asılıdır. Yəni cavabımız olmalıydı Y variantı. Əgər cisim yerdən uzaqlaşırsa, yer səthindən olan hündürlükdən asılı qrafiki. 50 cavabımız Y variantı. Sonra baxırıq 51 nömrəli suala. 51 nömrəli sualda birinci riyazi rəqqasın periodu T1, ikinci riyazi rəqqasın periodu T2, uzunluğu birinci və ikinci riyazi rəqqasların uzunluqlarının fərqinə bərabər olan rəqqasın periodunu bizdən istəyir. Göstərək, birinci riyazi rəqqasımız ipin uzunluğuna L1 deyək, bunun periodu T1 olsun. Bu ikinci riyazi rəqqasımız ipinin uzunluğuna L2 deyək, bunun perioduna T2. İndi bizə deyək ki, uzunluğu birinci və ikinci riyazi rəqqasların uzunluqları fərqinə bərabər olan. İndi üçüncü bir riyazi rəqqas da göstərək. Deyək ki, şəkildə bunlar eyni görsəndir. Fərqinə bərabər olan
Deyək ki, üçüncü bir riyazi rəqqasımız budur. Onun perioduna da bir t deyək. Uzunluğu da L1 çıxaq L2-dir. Fərqinə bərabər olan riyazi rəqqasın periodunu bizdən istəyir. İndi bu periyod üçün düsturu yazsaq, onda t bərabərdir 2pi kök altında L1 çıx L2 bölək j. Bu şəkildə olmalıdır. İndi bu periyodu tapmaq üçün bizə hər bir riyazi rəqqasının uzunluqları ayrı-ayrılıqda lazımdır. Birinci riyazi rəqqasının periyodu üçün ifadə yazsam, t1 bərabərdir 2pi kök altında L1 bölək j. İndi buradan L1'i tapaq. Hər tərəfi kvadrata yüksəltsəm, t1 kvadrat bərabərdir 4pi kvadrat L1 bölünsün j. Buradan L1'i tapsam, L1 bərabərdir olacaq j t1'in kvadratı bölünsün 4pi'nin kvadratı. 4pi'nin kvadratı. İkinci riyazi rəqqas üçün periyod düsturunu yazsam, t2 bərabərdir 2pi kök altında L2 bölünsün j. Hər tərəfi kvadrata yüksəlsək, t2 kvadrat bərabərdir 4pi kvadrat L2 bölünsün j. Buradan da L2'ni tapsaq, olacaq j t2'nin kvadratı bölünsün 4pi'nin kvadratı. İndi L1 və L2 üçün aldığımız bu ifadələri gətirib, yuxarıda üçüncü rəqqasının periyod düsturunda yerinə qoyaq. Olacaq 2pi kök altında L1'in yerinə yazaram. J t1'in kvadratı bölünsün 4pi kvadrat çıx. L2'ni yerinə yazarıq. J t2'nin kvadratı bölünsün 4pi'nin kvadratı. Məxrəcdə də j kökün altında bərabərdir 2pi kök altında. Burada sürətdə j bölünsün 4pi kvadratı ortaq vuruqdur. Mötərizə xaricdən çıxarsaq, içəridə qalacaq t1 kvadrat çıx t2 kvadrat. Məxrəcdə də j. Buradan bu j'lər ixtisar oluna bilər. 1 bölünsün 2pi'ni də kökün altından çıxarsaq, qabaqdakı 2pi ilə ixtisar olunacaq bunlar da. Yekunda cavabımız qalacaq t1'in kvadratı çıxar t2'nin kvadratı. Cavabımız bu şəkildə olmalıdır. Yəni 51'də cavab A variantı. Sonra baxırıq 52 nömrəli suala. Riyazi rəqqası yer səthindən yerin radiusuna bərabər hündürlüyə qaldırdıqda onun periodu necə dəyişir? Riyazi rəqqası yer səthindən yerin radiusuna bərabər hündürlüyə qaldırdıqda onun periodu necə dəyişir? Yer səthində riyazi rəqqasının rəqs periodu düsturu bizdə necə idi? T bərabərdir 2pi R üstə H kök altında L bölünsün JM. L bölünsün JM. İndi bizə yer səthindən yerin radiusu qədər uzaqlaşdırıb. H bərabərdir R-dir. Məsafəni H bərabərdir R qədər verib. Onda biz H-ın yerinə R-i nəzərə alsaq, H-ın yerinə R-i nəzərə alsaq, olacaq T1 bu. T2 bərabərdir 2pi R H yerinə R qoysaq toplam olacaq 2R. 2R kök altında L bölünsün JM. L bölünsün JM. Bu şəkildə. Yəni ilk halda yer səthində olduğunu nəzərə alsaq və indi bu məsafəni buradan silirəm. Yer səthində olduğu üçün H olmayacaq, 0-a bərabərdir. Onda düsturumuz ilk halda hansı şəkildə olmalıdır? Bu şəkildə 2πr kök altında L bölünsün JM. Birinci halda, ikinci halda da bu şəkildə. İndi tərəf-tərəfə bölsək bunları nə alacaq? Kök altında L bölünsün JM-lər ixtisara getdi, 2πlər getdi, R-lər də getdi ixtisara. Onda buradan qalır T2 bərabərdir 2 dənə T1-ə. Yəni period 2 dəfə artmalıdır. 52-də cavabımız olmalıydı B variantı. Baxırıq 53-cü suala. Riyazi rəqqasının harmoni rəqsləri zamanı rəqs edən nöqtənin sürəti maksimum olduqda hansı fizik əməliyyatların qiymətləri 0-a bərabər olacaq? Sürət maksimum olanda demək cisim tarazlıq vəziyyətindədir. Hansı kəmiyyətlərin qiyməti 0-a bərabər olacaq? İmpuls maksimum olacaq, sürət maksimum olduğu üçün impuls maksimum, təciz 0 olacaq, bəli. Kinetik enerjidə maksimum olacaq, çünki sürətdən asılıdır və cisim tarazlıq vəziyyətindən olan yer dəyişməsi bu da 0 olacaq, bəli. Sürəti maksimum olan halda cisim tarazlıq vəziyyətindədir, həmin halda da yer dəyişmə 0-a bərabərdir. Ona görə 53-də cavabımız olmalıydı 2, 4. Sonra baxırıq 54 nömrəli suala.
Riyazi rəqqasın harmoni rəqsləri zamanı rəqs edən cismin sürəti maksimum olduqda, hansı fiziki əməliyyatların qiymətləri maksimum olur? Sürət maksimumsa deməli impuls və kinetik enerji bunlar da maksimum olacaq. Cavabımız olmalıdır 1 və 3. 55 nömrəli sual. Riyazi rəqqasın tezliyinin sapın uzunluğundan, qravitasiya sahəsinin intensivliyindən və rəqsin amplitudundan asılı qrafiklərindən hansıları doğrudur? Riyazi rəqqasın rəqs tezliyinin düsturu necə idi? Bizdə nü bərabərdir 1 bölünsün 2 pi kök altında j bölünsün l. Kök altında j bölünsün l. Əgər sərbəstləşmə təcili sabit qalırsa, dəyişmirsə, onda riyazi rəqqasın tezliyi ipin uzunluğuna tərs mütənasib asılıdır. Yəni 2 doğru ola bilər. 2 doğru ola bilər. Sonra ipin uzunluğu sabit qalırsa, dəyişməzsə, onda tezlik J-dən, yəni sərbəstləşmə təcilindən kök altı düz mütənasib asılı olacaq. 4 də doğrudur və riyazi rəqqasın rəqs tezliyi amplituddan da asılı deyildi və bir də 6. Deməli doğru cavablarımız hansılar olacaq? 2, 4 və 6. 55-ci sualda doğru cavablarımız belə olmalıdır. 2, 4 və 6. 56-cı sual. Riyazi rəqqasın sönməyən harmoni rəqsləri zamanı hansı fiziki əməliyyatların qiyməti dəyişmir? Amplitud, bəli bu doğrudur. Sönməyən harmoni rəqslərdə amplitud dəyişmir, həmişə sabitdir. Rəqsin tam enerjisi, bəli bu da dəyişmir. Rəqsin fazası hər an dəyişir. Bir də rəqs edilən nöqtənin tarazlıq vəziyyətindən olan yeri dəyişməsi, bu da zamana görə hər an dəyişir. Dəyişməyənlər 1 və 2, rəqsin amplitudu və tam enerjisi. Cavabımız 1-2 olmalıydı. 57-ci sual. Riyazi rəqqasın harmoni rəqsləri zamanı hansı fiziki əməliyyatlar sabit qalmır deyir. Sabit qalmır. Amplitud məsafəsi sabitdir, rəqsin periodu sabitdir, faza dəyişəndir və tarazlıq vəziyyətindən olan yer dəyişmə bu da dəyişəndir. Yəni sabit qalmayanlar 3 və 4-dür. 58 nömrəli sual. Harmoni rəqsi hərəkət edən riyazi rəqqas üçün hansı mülahizələr doğrudur? Yer səthində olan hündürlük artdıqca. Hündürlük artır. Hündürlük artdıqca period bilirik. Hündürlükdən xətti asılıdır. Yəni hündürlük artdıqca period artır, tezlik isə azalır. Deməli burada bizdən hündürlük artdıqca period artır olmalıdır. 1-i seçməliyik. Tezlik də azalır. Tezlik azalır, bir də 5-i seçməliyik. Digər variantlar doğru deyil. Demək, doğru cavabımız 1 və 5 olmalıdır. Sonra 59-cu sual. Harmoni rəqs edən yaylı və riyazi rəqqaslar göstərilmişdir. Rəqslərin periodu bərabər olarsa, yayın sərtliyini hesablayın. Rəqqasların periodları bərabər olarsa, yayın sərtliyini hesablayın. Şəkildən diqqət edəsək, birinci rəqqasımız yaylı rəqqasdır, ikinci rəqqas riyazi rəqqasdır. Yaylı rəqqasın period düsturu T1 bərabərdir 2 pi kök altında m bölünsün k-dır. Riyazi rəqqasın period düsturu isə T2 bərabərdir 2 pi kök altında l bölünsün j. L bölünsün j. İndi bizə məsələ deyir ki, rəqqasların periodları bərabər olarsa. Onda yəni T1 T2 bərabərdir. Onda bu ifadələrin bərabərliyini yazsaq, olacaq 2 pi kök altında m bölü k bərabərdir 2 pi kök altında l bölünsün j. Hər tərəfi 2 pi'yə böldük, bunlar ixtisar olundu. Hər tərəfi kvadrata yüksəldik, köklərdə getdik. Qalacaq m bölü k bərabərdir l bölünsün j. Bizdən istədiyi yayın sərtliyini tapın. K bərabərdir mj bölək l. Bu da bərabərdir. İndi bu m'i götürəndə biz çalışmayaq burada. Hər iki halda m'i verib bizə. Yaylı rəqqasın periodu kütlədən asılıdır. Yəni bizə bu 200 qram lazımdır. Riyazi rəqqasın periodu kütlədən asılı deyil. Ona bu kütləri biz nəzərə almayacağıq. İndi m-i yerinə yazırıq 0,2 vuraq. J-nin qiyməti 10 bölünsün. L də riyazi rəqqasın uzunluğudur. 20 cm, o da 0,2 metr. Cavabımız elədi 10 Newton bölək metr. Belə 59-da cavabımız olmalıydı 10 Newton bölünsün metr. Baxırıq 60 nömrəli suala. 60 nömrəli sualda harmoni rəqs edən yaylı və riyazi rəqqaslar verilmişdir. Rəqqasların tezlikləri bərabər olarsa deyir. Riyazi rəqqasın uzunluğunu istəyir. Birincidə yaylı rəqqasdır. Yaylı rəqqasın period tezliyi düsturu. Nü1 bərabərdir 1 bölək 2 pi kök altında k bölünsün m. İkincidə riyazi rəqqasdır. Riyazi rəqqas üçün tezlik düsturu 1 bölünsün 2 pi kök altında j bölünsün l.
Yəni tezliklər bərabərdir deyir. Nü1 bərabərdir nü2. Onda bu ifadələrin bərabərliyini yazsaq, 1 bölünsün 2 pi kök altında k bölünsün m bərabərdir. 1 bölünsün 2 pi kök altında j bölək l. Hər tərəfi 1 bölü 2 piyə bölsək, ixtisarlar bunlar gedəcək. Kvadrata yüksəldirik. Yekunda qalan k bölünsün m bərabərdir j bölünsün l. Bizdən istədiyi rəqqasın uzunluğunu l bərabərdir mj bölü k. Bu da bərabərdir. Yenə də burada m yaylı rəqqasdan asılan yükün kütləsidir. 0,1 kiloqram. Riyazi rəqqasın tezliyi yükün kütləsindən asılı deyil. Ona görə biz onu nəzərə almalıyıq. M-in yerinə 0,1, buraq J-nin qiyməti 10, bölək K da yayın sərtliyini 5 verib bizə. Burada 1 bölünsün 5-dən edəcək 0,2 metr. Cavabı bizdən santimetrlə istəyir, onda cavabımız olmalıdır 20 santimetr. Bu qədər.